Tədbiri giriş sözü ilə Lənkəran mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Validə Məmmədova açaraq böyük şəxsiyyət Heydər Əliyevin fəaliyyəti, ədəbiyyatımıza, dilimizə, mədəniyyətimizə göstərdiyi qayğı və diqqəti haqqında geniş məruzə ilə çıxış etdi. Kitabın insan həyatındakı rolundan danışan Natiq bu qiymətli xəzinənin daha da geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini vurğuladı. O həmçinin qeyd etdi ki, son zamanlar Lənkəran gənclərinin kitaba marağı artıb. Bu maraq əsasən ölkə başçısının dünya klassiklərinə, eləcə də Nobel mükafatı laureatlarının kitablarının Azərbaycan dilində tərcümə edilməsi tapşırığından sonra yaranıb. Ömrünün böyük bir hissəsini kitablar arasında keçirən kitabxana işçisi Sidiqə Rızayeva da bayramın mahiyyətindən və kitabın gənc nəslin dünya görüşünün artırılmasında müstəsna rolundan danışdı. Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri İltifat Saleh yeni nəşr olunmuş kitablarını kitabxanaya hədiyyə etdi. Ardınca tədqiqatçı alim, prezident təqaüdçüsü Mirhaşim Talışlı çıxış edərək Ulu Öndər Heydər Əliyevin hər zaman elm, təhsil, səhiyyə və digər sahələrlə yanaşı mədəniyyətə və ədəbiyyata da böyük diqqət və qayğı göstərdiyini bildirdi. Tədbir məktəblilərin və uşaq bağçalarının balaca fidanlarının ifasında Heydər Əliyevə həsr olunmuş şeir, mahnı və rəqsləri ilə davam etdi. Aytən Sakit qızı, Aydan Rızazadə, Əlizamin Şabanov, Xəbər xətti.